Üçüncü mövzumuz futur. Bir, gələcək zaman. Biz gələcək zaman ilə keçməmişik. B1 Kapitəl 4-də ilk dəfə gələcək zamanla tanışıq. İndiki zamanı keçmişik, iki növünü keçmişik. Gələcək zamanı ilk dəfə tanışıq. Düstur nədir? Verdən plus infinitiv. Nəyəsə oxşatdın mı? Xatırlatdın sən nəyəsə? Infinitiv su. Yox. Verdən plus pasif 2 olsaydı nə olardı? Pasif olardı. Dikkatli ol. Bu infinitiv, məstər. Fərqini görürsən? Verdən plus infinitiv, məstər forması, yaxşı? Üç əsas mənası var. Birinci, niyyət və İlk də Fransızlar. Bu cürə bilir ki, çalışkan deyil və bundan sonra çalışkan olacaq. Söz. Eləyəcəm, eləməyəcəm başqa məsələdir. Söz verirəm. İki, Zukunft erwartung, gələcəkdə bəklənti. Morgen wird es regnen, sabah yağacaq, amma yağmaya da bilər. Yaxşı? Üç, Vermutung, güman. O ismatı bilmirsən, ölürsən ki, evlilik boyu töbəksən, ola bilsin ki, yoldadır, gəlir. Fikir verirsən, burada dəqiq gələcək yoxdur. Bəs yaxşı, mən dəqiq gələcəyi bildirmək istəməyim, dəqiq necə deyə bilərəm? Buna diqqətlə qulaq. Bunu yanlış öyrədirlər. Bizdə mesela Azərbaycanda vaxt deyirsən ki, gələcək zaman deyirlər verdim plus o dəqiq gələcək deyil. O daha çox bizim inşallah'a oxşuyur. Bəs dəqiq gələcək necə deyərəm mən Almanca? Məsələn, sabah 100% mən Berlinə uçuram. O necə deyim? İndiki zaman plus zaman zərfi. İndiki zaman yaxşı plus zaman zərfi. Bu 100% deyildi. Misal üçün, morgen fliege ich nach Berlin. Bu 100%'dir. Möhtəzdə yazaq 100. Hayır. Ama o birisini versək, ich werde morgen nach Berlin fahren. Bu nə deməkdir? Belə bir niyyət var. Ama 100% değil. İşte, onu da şart olarak inşallah diyelim ki bilərsən fərqini. Yaxşı? Bizimkiler həmişə belə danışır. Almanlar baxır ki, bu niyə belə danışır ki? Hər şey inşallah. Yəni, olmaya bilər də bu. Ama sən dəqiq demək istəyirsən, bunu deməlisən. Yadda qalar, bir sualın var mı nə baxın? Onu da tapşırıq var.